Xəmiri kündəliyirik. Bu ərşindir. Ərsin deyənlər də var. Biz ərşin deyirik. Xəmiri kəsmək üçündür. Bir dənə söz var. Biri unu qoyur, biri urvasına. Urva nədir? Un bildiyimiz undur, xəmir yoğrulur. Urva nədir? Urva məsələn bu kündə kəsəndə kənarda yaxud da yuxarı yayanda bir qabda əlavə unu saxlayırsan, səpib istifadə edirsən. Bu kündə kəsəndə məsələn unu səpirdilər, keçmişlər. Kündəni kəsib onun üstündə belə kündəliyirdilər. Amma indi mən yağla eləyirəm. Kündələr çox keçə eləməyəcəm çünki. Yağ çox eləyəcəm. Eyvah. Bismillah. Necə oldu? İyice kündən sıxlamağa. Bunlar istəyir. Bizim kündələr necə oldu? Kündələrimi göstərim. Götürüm indi. 25 dənə kündəm oldu. Bir də qoqal elədim uşaqlara. Əsgərlikdə olan Həsənin, Nurayın, Ömərin, Füsunun, Zeynəbin, neydi uşağın adı? Yusuf, Məryəmin, Zəhranın unuttum. Sonra İncinin, Musabın, Furkanın, bu da özümün. İçimdəki balaca əfsanənin də. Belə. Üstünü örtürəm, süfrə üstünə də qlyonka bişməsin deyə. Deyirlər ki, kimin kəsdiyi kündə biri yekə biri balaca olursa, o adam dostundan düşməni tanımır. Elə mən də deyəsən dostundan düşməni tanımıram. Hərəsi bir boydadır. Təndir salanda samovar salmasan, olan şey də öyle. İçini də oy, gül atıram. Haydi bismillah. Belə. Yox,